Kızım, bunlar görmeyip sen ki bilirsen. Bu saat ben size öğrederim. La 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 la. Heç bir zaman aktuallığını itirməyən bağ bağçalarımızın nazlı bir niməti var. Yəqin bildiniz ki, söhbət üzümdən gedir. Üzüm bağlarından yaxşı xəbərlər var. Bu il məhsul bol, qazanc isə çox olacaq. Süfrələrimizin bəzəyi olan üzümün indi qulluq vaxtıdır. Ağstafa rayonunun fermerləri əkib becərdikləri məhsulun çiçəklənməsini gözləyir. Poyulu kənd sakini Səməndər Vəliyev deyir ki, belə davam etsə üzüm bağından bu il azı 25 ton məhsul götürəcək. Moldavanka deyirlər, indi merlot sortu, qara üzümdür, qəşəng üzümdür. Hər ildə demək olar ki, məhsuldarlıq bol olur. Çox cüzi fərq olub bu ildən o ilə. Bir keçən ildən başqa, keçən il güclü yağışlar oldu. O səbəbdən tonlaj deməli olar ki, yarıya yarı endi. Ancaq bu il üzümün gəlişi qəşəngdir. Hər il hektara 25 ton, 24 ton, 26 ton civarında belə məhsul götürürdük. Ancaq keçən il yağışların güclü yağmağı hektara 15-16 tondan yuxarı məhsul götürə bilmədik. Ancaq bu il məhsulumuz bol olacaq. Üzümçülük xəstəlik və zərərvericilərə yoluxma baxımından meyvəçilikdə ən zəif bitki sayılır. Buna əgər biz dərman vurmasaq, bu yüzden üzümləri saxlaya bilmərik. Ən belə təhlükəli xəstəlik mildiymə xəstəliyi var. Hələ ki onu biz görməmişik. Bu gündən sonra da deməli arxasından pitə, gəniyə qarşı dərmanlar vuracağıq. Sən demə üzümçülük həm də çox gəlirli sahədir. Fermerlər satışda da problem olmadığını deyirlər. Maddiyyat götürmək üçün üzüm bağlarından yaxşı ikinci bir Gəlir təsərrüfat. Ona diqqətli olasan, diqqətli baxasan. Qiymət bizdə satış problemi yoxdur. Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Amplioqrafiya kolleksiya bağında da üzüm sortlarının artırılması üçün işlər görülür. 2024-cü ilin sentyabr ayından 2025-ci may ayına olan statistik məlumatlara görə Respublikamızda 250 hektara qədər yeni müasir tələblərə uyğun, müasir infrastruktura təmin olunmuş üzüm bağları salınmışdır. Fermerlərimiz üzümləri zərərvericilərdən qorumaq üçün müxtəlif üsullardan istifadə edib üzümlüklərini qoruyurlar. Amma ümumilikdə təsərrüfatlardan aldığımız məlumatlara görə məhsuldarlıq qənaətbəxşdir. Kolleksiya bağında da 400-ə qədər yerli və xarici üzüm sortları, o cümlədən də institutda yaradılmış hibrid formalar, klon formalar əkilib becərilir. Yeri gəlmişkən hazırda Amplioqrafiya kolleksiya bağında yeni üzüm bağı da salınıb ki, burada əkilən sortların bir neçə ilə bar verməsi gözlənilir.